Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün təltif olunan gənclər sırasında ikinci dərəcə əlilliyi olan ifaçı Səməd Novruzov da var. Səmədin 22 yaşı var, görmə qabiliyyəti məhduddur. Deyir ki, bu vəziyyət onda anadan gəlmədi. Mən prezident mükafatına layiq görüldüyüm üçün çox şadam. Allaha sonsuz dərəcədə təşəkkür edirəm. Gözəl səsinin olmasını ilk dəfə 15 yaşı olarkən atası kəşf edib. Ailədə özündən balaca bacısı var. Bakı Musiqi Akademiyasının məzunu olan istedadlı gənc hazırda Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində işləyir. 22 yaşım var. Hal-hazırda Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi vəzifəsində çalışıram. Bakalavr təhsilimi Bakı Musiqi Akademiyasında Xalq artisti Müsxuraman xanım Qasımovanın sinifində bitirmişəm. Səməd deyir ki, görmə məhdudiyyətli olması ona uğurun arxasınca getməsinə maneə ola bilməyib. Mənim bir çox nailiyyətlərim olmuşdu. Məsələn, birincisi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyanın Florensiya şəhərində Florensiya Avropa Akademiyasında təhsil almışam, xaricdə təhsil olaraq və orada 2 dəfə solo konsert vermişəm. Prezident mükafatına layiq görülən Səməd Novruzov bu xəbəri eşidəndə qürur hissi duyduğunu deyir. Ən böyük arzusu Azərbaycanı xaricdə təmsil etmək, ən yaxşı opera ifaçılarından biri tenor olmaqdır. Aytən Fehruz, Xəzər xəbər.